Bu inanılmaz hadisə metal detektoru ilə axtarış edən bir gəncdə baş verdi. O əvvəlcə torpağın altında böyük bir metal əşya olduğunu düşündüyü bir şeyə rast gəldi. Amma daha çox qazdıqca aydın oldu. Bu sadəcə bir metal parçası değildi. Təxminən 60 ildir torpaqda yatmış bütün bir avtomobil idi. O gənc ekskavator çağırdı və bir neçə saat ərzində avtomobili tamamilə qazdılar. Maşın sanki zamanın içində donub qalmış nadir nümunə çıxdı. Torpaqda keçən illər iz qoymuşdu. Amma bu tapıntının tarixiliyini artırdı. Avtomobil nəhayət dərin quyudan çıxarılanda o onu böyük maraqla yoxlamağa yaxınlaşdı. Qarşısında həyəcanlı bir vəzifə dururdu. Avtomobili diqqətlə yoxlayıb vəziyyətini müəyyən etmək. Maşın zamanın dərinliyindən çıxmış bir tarix parçası kimi görünürdü. Qapını ehtiyatla açıb içəri baxdı. O gənc artıq bərpa planları qurmağa başladı. Avtomobili bərpa olunacaq yerə daşımaq lazım idi. Təbii ki, vəziyyəti o qədər də yaxşı değildi. Amma o ümidini itirmirdi ki, onu bərpa etmək mümkün olacaq.